Əvvəlki epizoddan izləyənlər bilir ki, bu il Novruz bayramını Cənubi Karolinada həm yerlilərimizlə birgə qeyd etmişdim və o zaman demişdim ki, növbəti Amerikano tam fərqli bir hekayə ilə gələcək. Budur, o an gəlib çatdı. Bu dəfə sizi əslən Şəkidən olan və sosial media vasitəsilə tanış olduğum Adika İqbal ilə tanış edəcəm. Özünün də dediyi kimi uşaqlığında radiodakı verilişlərimi dinləyən Adika bugün Amerikanonun da sadiq izləyicisidir. Novruz bayramını birlikdə qeyd etmək üçün məni Greenville şəhərinə dəvət etdi. Bu dəvət o qədər səmimi, istiqamlı və doğma gəldi ki, 8 saatlıq məsafəyə baxmadan yola çıxdım. Nə yaxşı ki, getdim. Adikanın yeni evindəki ilk qonaqlarından oldum. Düşünürəm ki, bu mənim üçün də, onun üçün də xüsusi bir an idi. Onun əslən Pakistanlı olan həyat yoldaşı Vaqqasla da anında səmimi münasibət qurduq. Hələ mehriban və zarafatçıl valideynlərini demirəm. Onlarla söhbətdən isə ümumiyyətlə doymadım. Amerikanonun bugünkü epizodunda sizinlə bu səmimi görüşdən yaranan maraqlı və yadda qalan bir xatirəni paylaşıram. Salam əleykum. Xoş günlərinizə gələk. Nə qəşəng sərindir bura. Nə qəşəng eviniz var. Sağlıqla. Çox qəşəng. Sağ olun. Bunlar təzə tikilmiş evlərdir hamısı. Bura köçmək. Həm də real estate lisense'ım var. Maşallah. Sizə də burada Şəki məhəlləsi burada. Hə, mən belə gördüm bu küçənin hələ adı yoxdur. Annem yazılmışdı şeydə. Təzədir hələ. Bura Şəki adı vermək olar. Şəki məhəlləsi. Əslində mühəndisəm amma mama, bacım hamısına ev alırdıq deyə. Nə qəşəng. İmtahana girim, lisense alım qoyum. Ay, əladır. Onda sizin lisensiniziniz ancaq South Carolina'dadır. Buradadır. Ay, qəşəng. Elə sırf for fun eləyirəm. Çox qəşəngdir. Mən ümumiyyətlə birinci dəfədir sizin adınızı eşidirəm. Adika adı. Adikədir adı özü. Elədir, amma burada biraz çaşqınçılıq olur da Adika. Tam rəsmi olaraq Adika dəyişdirmişəm ki, rahat olsun. Belə hər dildə hərə bir şeydir. Azərbaycanca necədir o ad? Adika, Adika yazılır. Çünki Azərbaycanda da var. Qeyri-adi elə əsas səbəblərdən biri Azərbaycandan köçmək. Hamı soruşur ki, sən haralısan? Bu adın mənası nədir? Kim verib sizə o adı? Atam verib bu adı mənə. Maraqlıdır. Tarixi var o adın nəsə? Nənəmin adı olub. Ona görə atam da çox gənc yaşda rəhmətə gedib. Heç məni görməyib, yəni nənəm elə olub, o adı mənə verib. Amma hətta nənəmin də qeyri-adi adı olub, yəni. Çox fərqlidir, heç vaxt eşitməmişəm. Ona görə dedim yəqin bu Amerikalaşmış addır, amma sən... Yox, həm elə deyir ki, sən deyir Pakistanlı oğlanla evlənib, həm adı dəyişmirsən. Yox deyirəm, həmən öz adım da həmişə belə olub. Siz neçə, 17 ildir artıq Amerikadasınız? 2013-də gəlmişəm, amma yəni Azərbaycandan uzaqda artıq 17 ildir Azərbaycandan çıxdığım. Cənubi Koreyada ilk dəfə oxumuşam, orada bakalavr. Şəkidə böyümüşəm 17 yaşıma qədər. Heç Bakıya 1 yaşımda bir dəfə getmişəm. Ondan sonra əsas bunu qeyd edeyim, biraz həyatımda olub. Çünki Xəzər Universiteti bir olimpiyada keçirirdi o vaxtlarda. Mən Şəkidən qatılıb Respublik üzrə birinci yerə çıxmışdım. Riyaziyyat, fizika, kimya elmləri üzrə o vaxt. Ondan sonra da 650 bal o vaxtı 2008-ci ildə toplayıb Bakı Dövlət Universitetinə daxil oldum, tətbiqi riyaziyyat fakültəsinə. Elə orada oxuduğum vaxtda Koreyadan bir qrup, orada bir məşhur KAIST Universiteti var. Top bir universitetdir. Oradan professor gəlib uşaqları seçirdi. O vaxtda mən də əslində yəni Şəkidən Bakıya ilk dəfə gələn bir qız, heç planım yox idi. O xoşlamadığım bir, yadımda deyil hansı müəllim, onun dərsi idi. Dedim, hazır bəhanədir də çıxım mən də. Ondan ya dedi, kim istəsə gəlsin intervyuya. Elə oldu ki, ondan danışdıq. O olimpiyada haqqında eşitdi və mən yəni qəbul olundum. Məlum oldu ki, həm mənə Koreya Universiteti tam scholarship verəcək, tam təhsil haqqı və hətta aylıq mənə stipendiya.
O vaxtlarda əslində belə yəni imkanlı bir ailədən gəlmirəm. Ona görə yadımdadır ki, Təhsil Nazirliyində var idi proqram xaricdə oxuyan gənclərin. Orada da Qulu Novruzov var idi. O müəllim yadımdadır, getmək istəmirdim, seçilmişdim, amma deyirdim bilet almalıyam öz cibimdən. Onlar biraz çətin idi mənə. Ona görə o hələ də yadımdadır, zəng eləmiş. Ay qızım, sən niyə həyatından oynayırsan, niyə taleyindən oynayırsan? Bu hər kimə bu şans verilmir. Ona danışmışdım ki, yəni biraz çətinlik var da. Ona görə dövlət proqramının xüsusi bir, yəni təhsilimi Koreya ödəmişdi. Dövlət proqramı mənim ildə bir dəfə aviabilet və stipendiya, aylıq əlavə. Yəni Qulu müəllimin də mənim həyatımda böyük rol olmuşdu. Ondan sonra qərar verdim. 17 yaşımda birinci kursu yarım buraxıb getdim Cənubi Koreyaya. Orada birinci kursdan başladım oxumağa. Koreya elə bir ölkədir ki, başqa bir planet idi elə bil. Təsəvvür edin, Şəkidən çıxıb 6 ay Bakıda yaşayan bir adam birdən-birə düşüb Koreya, yəni Amerikaya gələndə mən özümü elə bil dünyaya qayıtmış hiss edirəm də. Koreyada başqa bir planet idi. Yeməklər tam fərqli. Dil ingilis dili, düzdür universitet ingilis dilində oxuyurdum, amma məsələn orada çıxanda taksi şoferli sürücüləri heç bilmir ingilis dilini. Məcbur dil öyrən. Bir il ağlayırdım ki, ay Allah mən neynədim. Həm də elə bir şey idi ki, təhsil haqqımı ödəyiblər, qayıtsam, qaytarmalıydım o qədər pulu. Yəni məcbur oldum, özümü məcbur elədim ki, Adika sən bacararsan və ona görə amma Koreyadan 4 il bitirəndə oradan ağlaya-ağlaya gəlirdim. O qədər dostlarım var idi, öyrəşmişdim orada. Əvvəl orada universitet elədir ki, əvvəl oxuyursan universitetdə 1 il. Çoxlu fakültələr olur, computer engineering, civil engineering baxırsan. 1 il oxuyub, mən 2-ci kursda Civil and Environmental, bu yəni ətraf mühit və yollar, binalar, onların construction hamısı bir fakültədə toplanır. Bir Amerikalı professorum var idi o zaman. O da Clemsonda oxuyub, mənə məsləhət gördü ki, Clemson University var, Amerikaya başvurdum və magistraturaya mən gəldim Amerikada oxumağa 2013-cü ildə. Onda da tam təhsil haqqımı buradan Amerikadan qarşıladılar. Mən həm burada teaching assistant, yəni bakalavrlara dərs deyirdim, həm o dərs dediyim üçün həm mənə əlavə deməli aylıq verirlər maaş kimi, həm də bütün təhsil haqqımı waive eləyirlər də, heç bir şey ödəmirəm. Və bu gün neçə dil danışırsınız siz? 5 dil danışıram. Yəni mən bildiyim, başa düşdüyüm, yəni rus dilidir, türk dili, Azərbaycan dili, ingilis dili və Koreya dili. Bəli. Burada da dostlarım var. Dil elə bir şeydir ki, gərək danışasan. Yəni məncə düşünürəm ki, fluent deyil əvvəl kimi, yəni mükəmməl deyil. Yəni amma danışıq bir Koreyalı görsəm, hamısı şoka düşür ki, burada birinci dəfə başlayıram danışmağa ki, axı sən Koreyalı deyilsən, onda deyirəm, oxumuşam universiteti falan. Elə olub dostluq qura bilirik rahat. Burada da çoxdur Koreyalılar. 10 ildən çoxdur çıxmışam, amma hələ də yəni Amerika məncə hələ də Koreyanın 12 il əvvəlki səviyyəsində çatmayıb. Biraz belə çatıb demişdim, hamının dediyi Amerika budur. Çünki orada hər şey high-tech 12 il əvvəl metrodan mən shopping eləyə bilirdim. Hazır grocery hazır olurdu çıxışında metronun. Mən ərzaqlar gözləyirdim. Yəni Amerikada hələ də elə bir şey yoxdur. Sonra public transportation, yəni nəqliyyat, avtobus, metro orada çox yüksək səviyyədədir. Amerikada yəni maşın olmadısa həyat çox çətindir. Keçən də Amerika həyatına. Amerika həyatı 2013-cü ildə başladı dediniz. Və burada görürəm ki, daha çox maraqlı məqamlar var həyatınızda. Çünki burada bir military var. Military Azərbaycanca orada olacaq. Hərbi xidmətiniz var. O necə oldu ümumiyyətlə? Niyə hərbiyə qoşuldunuz? Deməli, mən magistraturanı qutarıb Las Vegasda iş təklif aldım mühəndis olaraq. Köçdüm Las Vegasa, orada bir il mühəndis kimi. Amma burada bir proqram olur da, optional training, o yəni vizadır. İş icazəsi verirdilər. İşə gedirdim, amma belə biraz düzdür, green card falan mənə sponsorluq eləyəsi idilər, amma
belə bir şans gördüm ki, o vaxtda indi təəssüf ki, o proqram bağlanıb. Belə bir proqram var ki, əgər Amerikada 2 il leqal yaşamısansa və o bəzi xüsusi dillər var, Azərbaycan, rus, türk, o dilləri danışırsansa, background check yoxlayırlar, baxırlar və hərbiyə götürüb elə birbaşa vətəndaşlıq verirlər hərbiyə qoşulan kimi. Mən elə işdən qayıdırdım ki, mənim green kartım necə olacaq? Düşünürdüm, onda gördüm ki, bu məvni bir asılıb, o hərbi ofis var idi. Heç valideynlərimə deməmiş, girdim ki, bilirəm ki, heç desəm razı olmazdılar heç vaxt. Danışdım, baxdım ki, artıq iş ciddiləşir, mən imtahan verdim orada, bəzi riyaziyyat imtahanı var, çox asan da, yəni bizim üçün heç nədir, amma Amerikalılar çətinlik çəkməkdə mən 93 ya 92 100-ə qarşı topladım. Sonra fiziki bir test eləyirlər, bir neçə, yəni tam sağlam olmalısan ora qoşulmaq üçün. Ondan sonra and içmə oldu. And içəndən sonra valideynlərimə dedim ki, bəs mən artıq hərbiyə qoşulmuşam. Və neçə müddət hərbidə oldunuz? 7 il. Elə yəni tam full time deyildi. Burada 2 cür proqram var. Ya tam qoşulursan və tam hərbi xidmətdə olursan. Mən qoşulduğum reserve sayılır, ehtiyatda olan ordu. 6 ay məcburi burada var, basic training falan, yəni telefonsuz falan gedib tam trainingdə bizə hər şeyi qaçmaq, orada testləri var, başqa push-up, sit-up belə testlər var. Onu keçəndən sonra ayda bir dəfə həftə sonu yalnız gedirsən, 7 il davam eləyir bu kontrakt. Mənə təklif elədilər artırmaq, amma mən məqsədimə çatmışdım və özüm də mühəndis kimi çalışıram. Ona görə elə hərbidə burada olan bir professorum var idi. Mən magistratura oxuduğum. O başqa bir funding aldı və təklif elədi mənə doktoranturanı qayıdıb Clemsonda oxuyum. Elə hərbidə qayıtdım bir də bu Cənubi Karolina ştatına. Həm hərbi, həm doktorantura. Elə yaxşı ki də qayıtdım, çünki yoldaşımla əslində 10 il eyni ştatda yaşamışıq, amma Las Vegasdan qayıdandan sonra ilk dəfə elə tanış olduq. Orada solar eclipse olmuşdu o vaxtı, günəş tutulmuş. Elə 3-4 ay idi bir-birimizi tanıyırdıq, amma heç gözləmədiyim anda günəş tutulduğu anda mənə propose elədi. Dedim, indi mən yox desəm çox pis olar. Heç mamam, atam, anam, atam bilmirdi bu haqda, amma yəni evlilik təklifini qəbul edəndən sonra valideynlərimə də dedim. Tanış oldular, videoda falan danışdılar. Elə toyumuz da hətta Şəkidə 2018-ci ildə evləndik, orada getdi. O adətlər necə oldu? Yəni elçiliyə gəlindimi Şəkiyə? Video üzərindən oldu. Amma valideynləri gəldi Şəkiyə də. Elə toydan əvvəl biraz yəni simvolik olaraq elədi o elçiliyi falan. Yoldaşınız Pakistandandır. Pakistandandır, bəli. Orada doğulub, amma atası bura professor olaraq, mən oxuduğum universitetə professor olaraq gəlib. O da 10 yaşında uşaq olanda gəlib. Burada elə böyüyüb, 17 yaşında da Clemsona universitetə başlayıb. Amma biz tanış olanda artıq o işləyirdi burada. Amma universitetlə bu xarici tələbələrin falan görüşləri olanda onlara qatılırdı. Mən uşaq olanda eşidirdim, qismət, talih falan danışırdılar. Başa düşmürəm, necə ola bilər? Yəni biz özümüz seçirik, amma görürsən ki, oradan da o qismət və talih deyilən bir şey var. Çünki hər nə qədər hər şey başqa cür planlasan da, yəni hər şey başqa cür alınır. Düzdür. Yəni mən Clemsondan çıxanda deyirdim, bir daha qayıtmaram, bu ştat çox balacadır, amma bəxt elə gətirdi ki, qayıtdıq və təsadüfən də mən də razıyam ki, yəni uşaqlıqdan hətta adımın belə o Pakistan adına oxşaması falan. Deməli nəsə əvvəldən bu alnıma yazılıb. Cheers. Xoş gəlmisiniz bir daha. Bu da içində bunun gül var. Qatmışam biraz qarışıqla. Hər şey var. Bu Azərbaycanda olur, nə deyirlər? Thyme. Kəkliyotu. Kəkliyotu falan. O Şəkidən gəlib, bunu belə qoyaq. Bu Şəkidən gəlib? Kəkliyotu bu çayını. Yox, o Vaqasa iş yerindən hədiyyə veriblər. So, someone said that you speak Azerbaijani too, so... I know a little bit.
You understand, right? Yeah, salam natarsos. We actually had 3 weddings. 3 weddings. Yeah, yeah. I missed Yeah, that part. first wedding was in Las Vegas. Perfect. Yeah, It yeah. was just us. It was always my dream. Like I lived in Las Vegas and I Yeah, saw they yeah. have like drive-through quick and Yeah, we yeah. did our first wedding was just official. I wanted to take him to Sheki. Only Yeah. know that for sure he will marry me. So I wanted to make sure we have something official in the US. Yeah, yeah. And then second one was in the US. Yeah, right? with his parents did some Yeah, ceremony, in Clemson. small. And Yeah. then third It one. was Pakistani wedding, more like. Yeah. Third one. the photos. You have photos? Yeah, we have a lot. Of course, yeah. Sure, I will yeah, send you yeah. all. We have many. Yeah, third wasn't shaky. We were supposed to have a fourth one in Pakistan, but never happened. Yeah. Yeah. Mən hərbiyə qayıdacağam biraz. Çünki bizim üçün hələ də Azərbaycanda biraz düzdür bizim də hərbidə çalışan qadınlarımız olub, xüsusilə Qarabağ müharibəsində. Amma ki belə ümumiyyətlə bizdə Azərbaycanlı qadınlar o qədər də polis olmaq, hərbiyə getmək o qədər də populyar deyil bizdə. Amerikada çox adi bir haldır. Yəni hər kəs hərbiyə qoşula bilər. Necə çətindir sizcə bir qadın üçün hərbidə olmaq? Məncə hər şey beyindədir. İnsanlar bəzən mən qadınam deyib özlərini limitləyirlər. Məncə insan istəsə hər şeyi bacarar. Mən yəni elə bir çətinlik görmədim. Orada da siz dediyiniz kimi Amerikada da qızlar çoxdur hərbidə. Oğlanlar da çoxdur. Birdən mən biraz rus dili danışırdım və yaşımda doktorantura oxuyurdum. Amerikalılar biraz çəkinirdi mənə. Are you a Russian spy? Rus spysan sən? Çünki hamısı uşaqlar idi orada, çoxu gənc. Mən də elə yaşlı deyildim. 2016-cı ildə 25 yaşımda qoşulmuşdum. Amma yəni onlara baxmış mən yaşca böyük idim. Amma yenə də mənə çətin. Əsas o mindset, bir də training, yəni çalışmalısan və beyində bir şeyi özünə hazırlayanda bədən artıq necə istəsən onu eləyir məncə. Hərbi sizə nə verdi ümumiyyətlə? Yəni hərbidən bir həyatınıza nə qatdı hərbi? Birincisi vətəndaşlığımı hərbi sayəsində aldım. İkincisi mindset, özümü daha belə güclü hiss elədim ki, hər şeyə mən nail ola bilərəm və həmçinin hal-hazırda mən dövlət işində işləyirəm və hərbidə olmağımın böyük bir, yəni müsbət cəhəti var ki, mən artıq government işlərinə, elə işlərə qoşulmaq daha rahat olur hərbiçi olanda və siz yəqin bilirsiniz, çoxlu burada military benefits, məsələn, təyyarə uçanda free bag mən həmişə, sonra ən birinci military təyyarəyə daxil ola bilir uçuş zamanı, başqa diskountlar falan. Yəni məncə mən öz övladlarıma da məsləhət görərəm ki, həm də bu məsələn Amerikanın mən öz tərkib hissəsi hiss elədim də. Burada immiqrant kimi baxırlar. O mənə böyük bir qürur verir ki, mən bu Amerikaya öz bir töhfəmi vermişəm və mən qorumuşam. Onda o hörməti özümə qarşı da hiss eləyirəm. Yəni burada hərbiyə gedəndə siz də həmin buna görə desin maaş alırsınız aylıq, yoxsa necədir ümumiyyətlə o proseslər? Çoxdan olub mən bitirmişəm, amma hardasa $2000 o 2 gün yəni getməyimə görə o qədər pul da verirdilər mənə. Hal-hazırda artıq bitdiyi üçün 7 il kontraktdan sonra 20 il bitsə veteran sayılırsan, o zaman aylıq hətta veteran kimi pul verilir. Amma hərbidə olduğu müddətcə o saatlar sayılır, yəni hər dəfə bizə maaş olaraq verilirdi. Yəni onu mən bizi izləyənlər də bilsinlər ki, yəni Amerika Birləşmiş Ştatlarında hərbi könüllüdür, məcburi deyil. Bəli, əlbəttə. Yəni hər kəs istəyirsə qoşula bilər və adətən də insanlar gələcəklərinə görə qoşulurlar. Çünki bayaq dediyiniz benefitlər var hər yerdə. Təhsil haqqı məsələn, mən o zaman artıq doktorantur oxuyurdum, amma bakalavr, magistratura oxusan bütün tuition, bütün təhsil haqqı, hər şeyi cover eləyir, sonra iş tapmağa kömək eləyir. Əgər yəni onlar dəstəkləyir, çoxu hərbidə olanlar heç oxumaq istəmir, amma oxumağa həvəs olanlar hətta officer səviyyəsinə çatırlar. Onların həm maaşları da çoxdur, həm yəni daha hətta əsl full time iş olaraq da yəni hərbidə çalışa bilərlər, mühəndis və s. Yəni şanslar çoxdur, bəli. Bir daha bayramımız mübarək. Bunu mənə sizə pay gətirmişəm, amma mənə onlar verdilər ki, sizə pay gətirin. Əziyyət çəkib. Mələri boş gəlmişəm, çox sağ olun. Xoş günlərə gələk. Salam aleyküm. Yorulmamısınız bugün? Salam. Onlar dayandı ki, Salam. Gidiyor da biz geliyoruz. Salam. Necəsən? Baba sana hurma versin, hurma. Al. Ala baba yesin.
Günün neçə saatı Maya sizin yanınızda qalır? Deməli çox vaxtlıdır. Bütün kurumlu sağdım bunlar işten gələndə bir saat uzun görüb qaçırlar. Babamla birdən çox gecələr. Əsas gün nənəsi ilə olur. Mən də məhəllədə, bacada uşaqları məktəbə zada aparıb gətirirəm, gedirəm. Gecəni də bizlə qalır. Gecədə yuxudan durub, baba, nana, yes, sleeping. No, nana yoxdur, vəssalam. Nana hanı deyə qaçır, baban da yanına gəlmir. Bir dənə də baba olmayanda nana yanına getmir. Baba bizdən ayrı qalmır. Maşallah. Bizdə də qalır, niyə çox vaxt? Arada bir də həftə sonları. Ana ata sizə qarşı tələbkar idi də, yəqin uşaq olanda. Amma nəvələrə görə başqa Yox, cürdür. həqiqi birdən mən də Nəvələrə amma hamısını ərköyün eləyirlər. Mən məsələn birdən acıqlanıram ki, buradakı disiplin önəmlidir. Pis olurlar ki, niyə çığırdın uşağa? Deyirəm, bizə o qədər eləmisiniz, siz indi nə icab olaraq qoymursunuz? Vaqasa da əsəbləşəndi birdən atam ki, uşağa niyə qışqırdı? Deyirəm, axı valideynlər, o bəlk polis, tut polis var axı. Bir nəfərdən qorxmalıdır ki, disiplin olsun. Burada bir piti məclisi var, nə gözəl. Əllərinizə sağlıq. Bunlar hamısı Şəkidən gəlib, hə? Bunun qapağı olmamalıdır, hə? Var. Qapağı var, prosta indi suda vaxt elədim. Bu duxovkada bişib, düzdür? Yox, burada qazın üstü. Duxovkaya Bu qoymur. belə qalın dəmirin üstündə olur. Bunu elə qazın üstünə tək qoyanda doblar çartlayır. Tez məhv olur. Amma belə dəmir qabın üstündə olanda uzun müddətli olur. Artıq bura məskunlaşdınız. Bəli. Bura oldu Şəki. Şəki. Mən bayaq elə sizin atanızla danışanda deyirdim ki, bura gələndə mənə gəlir ki, mən Şəkiyə gedirəm. İçimdə belə şüuraltı fikir var idi. Və burada da mənə gəlir ki, artıq bir kiçik Şəki yaranıb da. Səhv eləmirəmsə Pensilvaniyada bir Şəki məhəlləsi var. Bəli, qohum yox, tanışımızdır. Yəni Şəkidə hamı bir-birini tanıyır. Bəli, orada da var. Bizim də yəni xəyalımız idi. Mən özüm əvvəl tək gəlmişəm bura. Amma vətəndaş olandan sonra ailə birləşməsi ilə valideynlərim, daha sonra da bacım bizə qoşuldu və beləcə biz yəni bir şey həqiqətən insan çox xəyal eləyəndə, istəyəndə ona nail olur. Elə oldu ki, elə hamımız köçdük Cənubi Karolina və eyni qonşuluqda hamımızın, yəni qonşuyuq burada. Elə bil Azərbaycanda necə idisə, xala gələ getmək, nənə gələ getmək, elə hamımız eyni qonşuluqda Şəki məhəlləmizi yaratdıq. Mən də getdim. Ev çörəyi, ev pitisi, hər şey evdə. Sizə baxıb kopya çəkirəm Türklər demişsiniz. Əvvəl çörək üstünə sumaq. Əsl üstü. Hər fərqli idi, amma əsas yeyilmə üsulu belədir. Şəkinin pitidən başqa nə var yeməklərindən? Ya havadan başqa yeməklərdən? Bir də yaşıl sup var, balva deyilir. Balvanı eşitmişəm, amma çox yeməmişəm. O çox belə healthy, sağlıqlı, həm də çoxlu bütün yaşıllar qatılır. Başqa nə var Şəkidə? Şəkiyə aid yemək. Yox da sırf Şəkiyə aid. Var idi elə bir. Elə aşların bizim başı ümumiyyətlə plovun bilirəm ki, 200-dən çox növü var. Hə, üstünə tökəcəm. Belə eləyirsiniz bunları. Hə, qəşəng. Evet, qəşəng. Nuş olsun. Çox sağ olun, sizin əlinizə sağlıq, sizə də nuş olsun. Gələn səfər başqa cür eləyək. Pitini başqa cür? Başqa. Qarşılanmanı. Okay. Bundan başqa, bu ən möhtəşəmidir, oradan çox gözəldir. Çox sağ olun. Çox dəyərli. Ümumiyyətlə, bizim mədəniyyətdə o yeməyi paylaşmaq, ümumiyyətlə qonağı ona görə sevirik ki, biz yeməyi paylaşmağı sevirik də insanlarla. Ona görə Siz də xoş gəlmisiniz, biz də. çox sağ olun. Xoş günlərinizə gələk, gözəl günlərə gələk.
Çox adam deyir ki, bura gələndə ki, ət eyni dadı vermir, əti dadsızdır. Siz nə deyirsiniz bəs? Əti yaxşıdır buranın? O əti pisdə öyle bir quyruq yoxdur da. Biraz çətin. Amma siz tapa bilirsiniz də quyruğu, çünki problem deyil. New York'a kimsə gedəndə Əvvəllər deyirdilər ki, şəkər ətinə çatmır dadı. Yəqin öyrəşiblər 5 ildə Şəkər artıq bizim burada. xüsusi qəssabımız var idi. Hər dəfə deyirdik ki, heyf oldu qəssab ətindən. İndi daha ağız dadımız uyğunlaşır. Biz də Bəli, azad ət. şəki xörəyi hazırlayırıq ki, qoy tanısınlar. Bəxtim o tərəfdən gətirib ki, var. Bugün şəki xörəyini yemək ancaq mənə qismət oldu da. Bugün qonaqlarımız yemədilər, başqa yeməklər yedilər, kebablar falan. Şəki özdə Bakı paxlavası da eləsə, Türk paxlavası da eləsə, deyir şəki təamları iftixar. Deyirəm bu Türk paxlavası da. Bilmiyorum şəki. Yani Amerikanlar nə bilir ki, bu Türk. Deyirəm şəki paxlavası. Ümumiyyətlə belə çıxır ki, mən belə başa düşürəm ki, sizdə bütün şam yeməkləri mama gəlinlə bərabər eləyirsiniz, yoxsa Əsasən, bəli, Əsasən. hə. Yəni bir yerdə xoşlayırıq ailəvi onda olaraq. biş-düş işinə, bişirməyə kim baxır? Əsasən anam baxır, çünki mən işdə oluram 5-ə qədər. Birdən kefimə düşür. Xoşlayıram yemək bişirməyi, amma əsasən həftə sonları mən daha çox bişirirəm, amma anama deyirəm birdən ki, kömək eləyim, amma o deyir, yox, mən zövq alıram, xoşlayır ki, biz onun yeməklərini, bişirdiyi yeməklərdən yeyək. Bu da bir maraqlı hekayədir ki, mən Koreyanı bitirəndə dövlət proqramı hələ də davam eləyirdi. Clemsona gələndə mən dövlət proqramına müraciət elədim və bu universitet orada olan universitetlərdən biri idi. Mən vizamı aldım, hər şey hazır. Mən gələn anda Clemson Universiteti necəsə oldu, siyahıdan çıxdı. Mənə yazdılar ki, artıq biz səni dəstəkləyə bilmərik. Mən də artıq viza almışam. Hər şey hazır. Atam dedi ki, sən tək başına, onda da elə demək $1000 pulum var idi cibimdə. Onun 500-ünü nəzərdə tutmuşdum rent eləməyə. Atama dedim ki, yəni bu elə bir şansdır. Əgər alınmasa da, təhsil haqqım verilməsə, qayıdaram da. Orada nə var, gedim, incidi məndən ki, sən Koreyada oxumusan, burada rahat iş tapa bilərsən, mühəndissən. Amma mən istədim ki, yəni Amerika mənim həmişə uşaqlıqdan həmişə təyyarələrə baxıb deyərdim, məni Amerikaya apar. 5 yaşımdan hələ də yadımdadır. Ona görə risk elədim, gəldim Amerikaya və bu Dr. Wayne Sarasua, yəni hər orada graduate-də, masterə gələn tələbəyə bir advisor verilir ki, o məsləhətçi kimi professor. Onun yanına gedib bu məsələni izah elədim ki, bəs mən təhsil haqqım qarşılanmalı idi, amma son anda belə oldu. İndi bilmirəm, yəni hələlik burdayam, amma təhsil haqqımı ya başlayıb loan başvura bilərəm, ya necəsə. O belə baxdı, qapını örtdü ki, məndən danışsın, dedi, sən bu qədər risk eləyib, yəni gəlmisənsə bura, mən özümə, yəni səni qaytara bilmərəm burdan. O dedi ki, mən elə TA-yə, teaching assistant-a ehtiyacım var, sən həm dərsləridir, mən bakalavrlara. Onda heç bilmirdim belə bir proqram var ki, onlara dərs desəm, TA olaraq həm təhsil haqqım sıfırlanır, hələ üstəlik də mənə aylıq pul verilir. Yəni o olmasa mən qaydasıydım da Amerikadan və onun sayəsində mən qaldım. Hətta yəni o da o qədər məmnun oldu mənə bu üçün özümü sübut eləmək istəyirdim. Daha çox bir qat çalışasaydımsa 10 qat çalışırdım. O hər işi də kömək eləyirdim. O da elə mənə qızı bilirdi çox vaxt ki, deyirdi you are like my daughter, best professor həmişə yazırdım. O da xoşlayırdı belə tərifi. Amma yəni hər işini görürdüm. Teaching assistant, grading, məsələn imtahan olurdu. Ona kömək eləyirdim ki, imtahanda bakalavrlara qiymətlər vermək falan. Yəni ondan sonra da təhsilimi bitirdim, iş tapdım. Onda ona dedim ki, əgər oğlum olsa bir gün mən ki sən sayəndə burdayam, sənin adını vermək istəyirəm. O da çox sevindi, ağladı, elədi, gördü amma yəni ona görə oğlumun adını middle name-i Wayne elədim. Daniel da ki yoldaşımın sevdiyi bir addır. Həm Pakistanda çox məşhur bir addır, həm də araşdırdım türk əsildir, yəni Özbəkistanda və sair Daniel adları çoxdur. Səhər saat hardasa 8-dir və mən birazdan yola çıxıb qayıdacağam, amma getmədən öncə
düşündük ki Greenville downtown'a gedək, gezək, biraz da söhbət eləyək, kofe içək və Adika deyir ki, mütləq səhər yeməyi yeyək. Deyirəm, mən əslində o qədər yemək yemişəm dünən sayənizdə. Səhər yeməyinin yeri yoxdur artıq. Burada sizdən danışıram, deyirəm, Adika deyir, gedək yemək yeyə, deyirəm, yox. Dünən o qədər yemişik ki, səhər yeməyi üçün tezdir hələ. Mən burada da çəkiliş üçün. Olar. Bunu arxaya qoya bilərik istəsəz. Hə, yaman olmur. Bunu qoysam olacaq, əla. Sabahınız xeyir. Sabahınız xeyir. Məndə hər yer blue ice, hər yerdədir. Yaxşı eləmisiniz, Azərbaycan qəşəngdir. üsullu. O parking garajın hansı adresi idi orada? Downtown Greenville yazın hələ. address for the charging Yeah, you can no. Just the garage. Vaqastan Azərbaycanca soruşurdunuz. Siz maşın sürməyi burada öyrənmisiniz? Hə. Mən tələbə olaraq gələndə elə bilirdim Koreya kimi burada qatar, avtobus. Baxdım ki, shopping peşkom getsəm 1 saat uzaqlıqda. Məcbur bir tələbə yoldaşım var idi, Qanadan olan, sağ olsun, o öz maşınında belə arxa yollara gedib yavaş-yavaş. Papam öyrətməyə çalışıb, o vaxt biraz o əsəbi müəllimlərdəndir. Onu belə eləmə dedim. Yox, istəmirəm öyrənmək, sağ ol. O elə səbirli idi. Düşəndə Taylanol atırdı ki, başım ağrıdı. Amma səbirlə maşın sürəndə yəni heç bir şey demirdi. Elə o maşını ilə də gedib imtahan verdim və keçdim. Yavaş-yavaş yəni öyrəndim. Heç driver license olanda da adam tam bilmir. Səhvlərlə öyrənir. Amma maşınsız bu əsas da Cənub ştatlarında həyat dayanar əgər maşın olmasa. Sonra gəlib çıxdıq biz downtown'a, Greenville downtown'a. Oradan dediyiniz kimi gözəldir və təptəzədir hər şey, bir təptəzə. Çox tarixli kiçik bir küçə olub, amma insanların sayı artdıqca daha da böyüyüb downtown. Ən yaxşı restoranlar, yeməklər elə siz research elədiyiniz burdadır hamısı. Doğrudan çox zövq aldım bugün bura gəlməkdən, sizi tanımaqdan, sizinlə söhbət etməkdən. Siz sağ olun ki, gəldiniz o qədər Siz çox yoldan. sağ olun ki, Mən təklif inanmırdım, elədiniz. yazdım sizə, dedim 100% yox deyəsidir. Mən Çünki yol çox çox açıram doğrudan uzaqdır. insanları tanımağa, yəni düzdür, çox vaxt, yəni mən də 5 gün işlədiyimə görə bu mənim hobbimdir. Yəni həftə sonları çalışıram ki, gedim Amerikana çəkim, hazırlayım, zövq alıram ona görə. Kanadadan dəvətləri var, başqa ştatlardan yazılır, amma çatdırmıram. Yəni amma 8 saatı düşündüm ki, 5-ci gün dünən icazə aldım ki, daha rahat gəlim işimlə. Çünki biz hər gün o qədər işləyirik ki, bəzən özümü biraz hərdən qul kimi hiss edirəm ki, 40 saat ömrümün, həftəmin 40 saatını satıram. Yəni o mənim yaşayışıma kömək edir onun üçün. Amma ki, biraz da sevdiyin işlərlə məşğul olmaq istəyirsən, insan görmək istəyirsən, başqa yerləri görmək istəyirsən, bu necə deyirlər, həm ziyarət, həm ticarətdir. Həm sağ olun, biz də çox sevindik ki, həm bu gəldiniz. oradan çox gözəl zövq aldım Novruz tədbirindən. Yəni o qədər maraqlı insanlarla tanış oldum. Həm də sizlə çox maraqlı söhbət etdik. Mən sizə çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Xoşdur mənə həqiqətən. Heç kimlə heç bu qədər paylaşmamışdım, amma mən də sevindim ki, sizlə paylaşım, yəni çox xoşum gəldi sizlə. Hətta elə bir dost kimi danışmaq, hətta yəni maraqlıdır mənə. Mən həmişə nə vaxt danışmaq istəsəz, çox sağ olun. Sizə uğurlar arzu edirəm. Sağ olun, təşəkkür edirəm. Daha yaxşı günlərdə, daha gözəl günlərdə görüşərik. İnşallah. Gözləyirik. Burada bir evimiz var sizin. Tez-tez gözləyirik sizi inşallah. Sağ olun.